Müəllim, nə iş gördük bugün? Bugün Bizim tələbələrimizlə. Gəncə doğası hazırlanıyor. Aha. Gəncə doğanın hazırlanmasını yəqin ki gördünüz. Bir balon, 3 litrlik balon qatığa göyərti doğradıq, təxminən 15 dəstə. Adam başına 10 qramdan düyü götürülür, porsiya hesabı ilə. 3 balona deməli alırsa 100 qram, 50 qram. Bəli, bir balonu qoyduq biz onu, yaxşı qaynatdıq. Qaynadandan sonra düyüsünü vurduq, yumurta ilə bir yerdə. 3 dənə yumurta saldıq. Düyüsünü pişəndən sonra düyünü ayrıca əlavə elədik ora. Qaynamağa başlayanda göyərti, xırda narın doğranmış göyərti bunun içine qarışdırılır. Qaynayanda götürülür, tuzu qırağa çəkilir, tuzu 5 dəqiqə sonra vurulur ora. Dadını almaq üçün. Kiminsə sualı var müəllimə? Doğadan tam başlamışıq. Bizim tələbəmiz var orada ki, bu doğadan yeməyib Gəncə doğası. Ümumuna görə dadına baxmaq istəyir. Dadına baxmaq istəyir. Xanım, Asmiyə xanım. Sualı xanımı nədir? Müəlliməmizə tərcümə edəcək. Usta 3 yumurta əlavə edeyim, amma biz evdə deyil 2 yumurta əlavə edirik. Bu baxır qazana. Ölçüyə. Öz Gəncə doğası ayrıdır, su ilə vurulan doğa ayrıdır. Evdə olması su qatır ona. Su qatıranda biraz yumurta. Sualı var nəsə xanımında. Buyurun. Bizə də su qatırlar deyil. Sizə də su qatırlar. Bu susuz doğadır. Bəli, Gəncə burada doğası su olur. vurulmur. Ama bir Gəncə doğası pişirir, başqa cür pişirir. Su əlavə edib pişirir. Hər rayonun bir Salyan zonasında suyu çox eləyirlər, ancaq ispanaqlar eləyirlər. İspanaq çox olur. Tərxun qarışdırmırlar. Gəncə doğasında tərxun da vururlar. Aromatına, dadına görə. İndi verərik, dadına baxarsınız, özünüz evdəkilərlə Buradakı müqayisə suallar edirsiniz. var, xanımların nəsə sualı var. Çəkirəm bir dənə qabaq. Çəkilir, siz servis eləyin, yavaş-yavaş. Kiminizə fikri, sualı varsa, başa düşməli nə varsa biz deməyə hazırıq. Bu bölgə doğası. Yox, göyərtlər görə deyil. Bizdə fərqli göyərtlər var. Məsələn, buna tərxun gedir, kəvər gedir, Gəncə doğası. Bəli. Biz evdə onu qatırıq deyirik. Hansı rayondur? Yox, bir rayondan deyil, ancaq özü pişirəndə evdə özü hazırlayır. Evdə nə vurur içine mesela? Keşniş, süt, ispanaq. Bir yumurta bir iki dənə əlavə edirik. Yumurta yenə deyirəm, suya görə. Suya görə dəyişir. Un əlavə edib. Un yoxdur burada. Hə. Özü pişirdi ki, o elədi, kim elədi? Hamı pişirir. Ha, o yanmıyor da. Yox, xanım, bu xanım. Ha, ikisi. Xanım öyrəndi, müəllim sizə təşəkkür eləyir. Bunu öyrənmək üçün, bax öyrəndiyi üçün, yəni minnətdarlığını bildirir. Sizə də zövq verdi məncə bu uşaqlar dərs keçmək, bu cür tələbələrə. Belə gözəl, sakin uşaqlar. Bunlar daha deyir ki, o tələbələrdənsə müəllim deyir. Təşəkkür edir. Müəllim deyir ki, deyirəm müəllim xanıma, Günaz müəllimə dediyinizi, ki, hansı uşaqlar dərs keçmək sizə daha zövq verir. Mənə bir bunlarla işləmək daha ləzzətlidir. Sevgili tanışanlardansa. Fikir hamısı buradadır. O çox danışanlar otururlar orada, telefon, elə bir başqa işləri yox. Bunların da gürcü həvəsləri var. Bəli, özləri istəyir. Alqışlayın özünüz özünüzə. Şimdi kamera bunlar. Bir dənə də alqışlayaq.